Sizcə Azərbaycan təhsil probleminin ən böyük 3 problemi nədir? Azərbaycan təhsili böyük inkişafdan qalırdı. Azərbaycan təhsilinin 3 əsas problemi nədir? Birinci idarə etmə. İdarə etmədə problem var. Çünki təhsilin idarə etməsində pedaqoqlar iştirak eləmir. Bax, Təhsil Nazirliyinin özündə bir nəfər pedaqoq yoxdur. Demək, iqtisadçılar, mühəndislər, hüquqşünaslar gəlib dolublar ora, bilmem başqa kimi. Nazir və bir də orada nazir müavinləri vəzifəsi siyasi vəzifədir. Onlara ixtisaslandırır. Qalan hamısı pedaqoq olmalı. Tərsinə deyil. Pedaqoq yoxdur. Onlar məktəbin problemini, müəllimin dərdini bilə bilməz. Mən o çıxışlarımı birində demişəm ki, əlinə jurnal alıb sinifə girməyən, şagird üzünü çırmaqlamayan, valideyn gəlib başını xarab eləməyən, sinifin tozunu udmayan adam məktəbin müəllimin dərdini bilə bilməz. Bu birinci problem. Məsələn, Təhsil Siyasət Şöbəsinin müdürü Gümüşlü Şəkər Zavodunda meneceri. Qoyucaq demişim, mağazalara pesok paylayır. İndi gəlib Təhsil Siyasət Şöbəsinin müdürü. Bu adam təhsil bilmədiyi şeydir. Onun hansı siyasəti yürüdəcək? Yəni, əlinin papağı da əlinin başında. Bu idarə etmə sahəsi. İkinci problem, dərslik problemi. Bizim dərsliklər milli kurikulumun tələblərinə cavab vermir. Kurikulum qalbığanda təşkil başqa. Məsələn, Azərbaycan tarix kurikulumunun yazılmasında bilavasitə iştirak eləmişəm. Mən yazdığım kurikulum yox. Mən yazdığım kurikuluma baxıram, dərsliyə baxıram, tamam başqa şeylər. Səhvlər, kifayət qədər, elmi səhvlər. Doludur dərsliklərdə. 5-ci sinifdə şagird oxuyur ki, məsələn, bu döyüş falan ildə olur. 9-cu sinifdə oxuyur ki, yox. Döyüş başqa ildə olur. Bax, belə əndirabadi işlər var dərs. 3-cü təlim-tərbiyə prosesində varislik prinsipi olur. Müəllim nüfuzu 0. Öyle bunlar elədilər. Mən deyəndə xətirlərinə dərim, o düzü budur. Bilirsiniz, Azərbaycan xalqının bir millət var, bizim mentalitetimiz var. Müəyyən məsələlərdə biz yeri gələndə sərt davranmalıyıq. Yeri gələndə yumuşaq davranmalıyıq. Hamı uşağını çox istəyir, hamı əzizdir falan ilə. Amma bizim atalarımız gözəl deyir. Deyir, əzizim əziz, tərbiyəsi onun əziz. Birincisi, tərbiyəli nadan tərbiyəsiz alimdən 1000 dəfə yaxşı. Niyə? Tərbiyəli çoban ki, qoyunu oturacaq.